Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli Müslüman bacı və qardaşlarım, ilk öncə özümə, sonra sizin hər birinizi uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Quran-ı Kərimdən olan qissələrə toxunmağa davam edirik. Bugünkü mövzumuz isə Allah Subhanahu və Teala'nın Quran-ı Kərimdə surələrdən birinin adını adlandırdığı Loğman əleyhissalam barəsində danışacağıq. Düzdür, bu barədə əlhamdülillah ki, Peyğəmbərlərin qissələri barəsində, Peyğəmbərlərin həyatı barəsində keçən dərslərimizdə Loğman əleyhissalam barəsində danışmışıq. Lakin bu günləri Quran qissələri olduğu üçün məhz bu gün də Loğman əleyhissalama toxunacaq. Allah Subhanahu və Teala Quran-ı Kərimdə bizlərə Loğman surəsini nazil etmişdir. Və bu surədə Allah Teala Loğman əleyhissalamın öz oğlu ilə olan söhbətini və həmçinin oğluna olan nəsihətlərini bizə xatırladır. Bu nəsihətlərdə ibrət alan ağıl sahibləri üçün böyük faydalar və xeyirlər vardır. Əziz müsəlmanlar, ümumiyyətlə Loğman əleyhissalamın peyğəmbər olması və yaxud da salih bir kimsə olması barəsində də əhl-i-sünnə alimləri arasında müəyyən bir tartışma olmuşdur. Daha doğru olan rəy budur ki, Loğman əleyhissalam Allah Taala'nın övliya, vəli qullarından olmuşdur. Yəni Allaha yaxın olan övliya, salih qullarından olmuşdur. Və Allah Taala Loğman əleyhissalama böyük bir hikmət bəxş etmişdir. Ümumiyyətlə, yəni hikmət kəlməsinin mənası nədir? Yəni hikmət deyildikdə nə qəsd olunur? Və alimlər deyirlər ki, hikmət hər bir şeyi öz yerinə qoymaq bacarığıdır. Vaxtında deyilən söz uyğun gələn insana münasib vaxtda, münasib yolla uyğun şəkildə deyilməsidir. Yəni hər bir şeyin öz yerli yerində edilməsi. Belə bir insana hikmətli insan deyilir. Və təfsirçilər söyləyirlər ki, qara dəyərli olub. Və ilk əvvəllər İsrail oğullarından bir nəfərin köləsi olub. Və sonra Allah Taala onun izni, Allahın izni ilə azadlığa buraxılır. Və Loğman əleyhissalama bilirsiniz ki, el arasında da müdrik Loğman deyilir. Onun müdrik kəlmələrinə görə. Vahib ibn Munabbih rahimehullah deyir ki, Loğman əleyhissalamın 10 min baba yaxın sözlərini oxudum. Sonra deyir, bu sözləri insanlar arasında danışdım. Və üstündən müəyyən bir müddət keçmişdi ki, gördüm ki, insanlar artıq Loğman əleyhissalamın bu kəlmələrindən istifadə edirlər. Və təfsirçilər söyləyir ki, Loğman əleyhissalam Davud əleyhissalamın zamanında yaşamış. Hətta bəzi rəvayətlərə görə Davud əleyhissalamın qazısı olmuşdur. Yəni vəziri vəzifəsində çalışmışdır. Beytül-Məqdisin yaxınlığında olan Rəmlə şəhərində yaşamış və həmin o şəhərdə də dünyasını dəyişmiş və orada da dəfn edilmişdir Loğman əleyhissalam. Və Allah Subhanahu və Teala Quran-ı Kərimdə Loğman surəsində Loğman əleyhissalamın öz oğlu ilə olan diyaloqunu, söhbətini bizlərə çatdırır. Allah Subhanahu və Teala 12-ci ayətində belə buyurur. Biz deyir Loğmana hikmət bəxş etdik. Allaha şükür et. Kim şükür etsə, onun üçün şükür etmiş olar. Kim nankör olsa, ola bilsin ki, Allah onun şükrünə ehtiyacı deyildir. Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdir ki, oğlum, Allaha şərik qoşma. Həqiqətən də Allaha şərik qoşmaq ən böyük zülmdür. Bu nəsihəti bütün peyğəmbərlər ediblər. Bütün peyğəmbərlər öz ətraflarına, öz yaxınlarına, qohumlarına, övladlarına, öz tayfalarına bu nəsihət ediblər. Bütün aləmə Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem bu nəsihət edib. Çünki şirk ən böyük haqsızlıq. Allahın haqqına girməkdir. Və yeganə günahdır ki, Allah Subhanahu və Teala onun tövbəsiz Allah ilə qarşılaşana Allah Teala bağışlamayacaq. Ona görə də şirk ən böyük zülmdür ki, Loğman əleyhissalam ilk olaraq oğluna onu da nəsihət etdi.
Və bu da bizim üçün bir öyüd nəsihətdir ki, dəyərli müsəlmanlar, bizlər də evdə kiçik övladlarımızı, uşaqlarımızı o şirkdən çəkindirməliyik, şirkin çirkinliyindən çəkindirməliyik. Şirk Allaha şərik qoşmaqdır, birbaşa Allahın haqqına girməkdir. Allahın sənə əmr etdiyi ibadətləri Allaha etmək əvəzinə sən Allahdan qeyrisinə, Allahın sənin kimi xəlq etdiyi və sənin kimi Allaha ehtiyaclı olan qullara yönətməkdir. Ona görə də Allah Subhanahu taala ona şərik qoşmağı bağışlamayacaq. Ondan başqa olan bütün günahları Allah taala nə edəcək? Əfv edəcəkdir. Ona görə də bu nəsihətdir ki, bizlər hər birimiz evdə öz övladlarımızı şirki öyrətməliyik. Onlara başa salmalıyıq ki, and içdiyimiz zaman ancaq Allaha and içməliyik. Nəzir dediyimiz zaman, qurban kəsdiyimiz zaman ancaq Allah Taalaya qurban kəsməliyik. Sonra Allah Taala Loğman əleyhissalamın dilindən buyurur ki, biz insana ata-anasına qayğısına qalmağı əmr etdik. Anası onun bətnində gündən günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə 2 il ərzində olur. Mənə və valideynlərinə şükür et. Axır dönüş də mənədir. Bəli, insana Allah Taala onun valideynlərinə qarşı hörmətli olmağı, valideynə uf belə kəlməsini deməməyi bizlərə əmr edir. Valideynə itaət hər bir məsələdədir. Müsəlman bir kimsə valideynə hər bir şeydə itaət etməlidir. Yalnız Allahın haram olan şeylərini sənə əmr edərsə. Və bu ayənin ardınca Allah Taala bizə onu buyurur. Allah Taala buyurur ki, əgər onlar bilmədiyin bir şeyi mənə şərik qoşmağı üçün səni məcbur edərlərsə, bu zaman onlara nədir? İtaət etmə. Bəli, səni Allahın haramlarını etməyə, qadağalarını aşmağa səni çağırırlarsa, onlara itaət etmirsən. Lakin qalan bütün məsələlərdə onlara itaət edirsən. Ona görə də Allah Taala buyurur ki, onlara, valideynlərə nə edin? Mənə və valideynlərinizə şükür edin. Yəni, mənə və valideynlərinizə nə edin? Təşəkkür edin. Yəni, insan öz valideyninə nədir? Daima minnətdar olmalıdır. Loğman əleyhissalam oğluna nəsihət edərək belə deyir. Oğlum, gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da belə, bir qayanın içində yaxud göylərdə və yerin dibində olsa da belə Allah onu aşkar edər. Həqiqətən də Allah lətifdir və xəbərdardır. Yəni onu Allah Taala bizə göstərir ki, elə anlar olur ki, elə günahlar edirik ki, onu bizimlə yalnız Rəbbimiz bilir. Hətta evdə olan, bizə ən yaxın olan insanlar belə o günahımızdan xəbərləri yoxdur. Əgər Allah Taala o günahlarımızın üstünü açsa, insanlara bəyan etsə, bəlkə də biz utandığımızdan insanların qarşısına çıxa bilməli. Lakin Allah Taala o günahlarımızın üstünü örtüb, onları gizlədib. Ona görə də Allah Taala buyurur ki, bu ayətdə bir dənə xardal dənəsi qədər bir şey olsa da onu elə düşünmə ki, Allah Taala ondan xəbərsizdir. Elə düşünmə ki, Allahın mələkləri onu görüb, yazıb, qeydə almırlar və qiyamət günü onlar hamısı sənin qarşına qoyulacaq. Yəni, bil, nə edirsənsə Allah Taala ondan xəbərdardır. Allah Taala onları sənə qiyamət günü hamısı bəyan edəcək. Hətta dünyavi bir misal olaraq sizə çəkim dəyərli müsəlman, düzdür, Allah Taala bütün bu misallardan münezzəhdir, uzaqdır. Adi bir minik sürürsən, hansısa bir radara düşürsən, cərimə gəlir evə, heç xəbərin də olmur. Üstündən 2 ay, 3 ay keçib, bir də baxırsan ki, cəriməm var. Deyirsən, mən harada eləmişəm bunu, nə vaxt olub? Bir də görsən, sənə məktub gəlir ki, filan yerdə, filan küçədən keçəndə vurulub. Hələ bu dünyavi şeylərdə belədir. Görün Allah Taalanın, Allahın bizim üzərimizə təyin etdiyi mələklər gecə və gündüz bizi iləndirlər. Heç bir zaman bizdən uzaq deyil. Onun göz sənin hər bir işindən xəbərdardırlar. Elə düşünmə ginən ki, sən təksən, heç kəs görmür, heç kəsin xəbəri yoxdur. Amma bilginən ki, Allahın mələklərinin xəbəri vardır. Allah Taalanın xəbəri vardır. Sonra Loğman əleyhissalam oğluna deyir ki, ey oğlum, namaz qıl. Yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. Həqiqətən də bu əzm tələb edən əməllərdən. Allahu Akbar. Namaz qıl. Övladlarımıza deməliyik, ey oğlum, namaz qıl. İbadətləri yerli yerində et. Ələxüsus da sübh namazı, ələxüsus da işa namazına diqqətli ol. İnsanlara yaxşılığı əmr et və onları pis, zərərli işlərdən çəkindir. Və sonra Allah Taala buyurur ki, həqiqətən də və başına gələn çətinlikləri nə etməlisən? Səbr etməlisən. Əgər sən bu yoldasansa, namaz qılıb, oruç tutub, zəkat verirsənsə, başına imtahanların, sınaqların gəlməsi labüddür. Biri sənə paxıllıq edəcək, biri sənə həsəd aparacaq, başına imtahanlar gələcək, bəla gələ bilər, müsibət gələ bilər, kasıbçılıq ola bilər.
qorxu, aclıq və s. Lakin Allah Taala öz bəndəsini yoxlayır. Kim ki səbr edəcəksə həqiqətən də mükafatı çox böyükdür. Sonra Allah Taala buyurur ki, insanlardan təkəbbürlə üz çevirmə. Yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən də Allah heç bir özündən razını, özünü öyəni, özünü tərif edəni sevməz. Allah Taala sevir təvəzzükar qulunu. Nə qədər o güclü olsa da, nə qədər elmli olsa da, savadlı olsa da, nə qədər hörmətli olsa da, vəzifəli olsa da belə, Allah Taala sevir təvəzzükar qulunu. Təkəbbürlü qulunu sevmir Allah Taala. Çünki mütəkəbbir Allah Subhanahu va Taala'dır. Ona görə də Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, qudsi hədisdə Allah Taala buyurur ki, kim deyir, təkəbbürlü etməkdə, bu işlədir mənimlə yarışarsa, məndir onu nə edərəm, məhv edərəm Allah Taala buyurur. Onu sındıraram Allah Taala buyurur. Onu zəll edərəm. Ona görə də insan nədir? Daima təvəzzükar olmalıdır və çalışmalıdır ki, təvəzzükarlıq etsin. Və sonra Allah Taala 19-cu ayətində buyurur ki, yerişində deyir, Allah Taala buyurur ki, həddini gözlə. Danışanda səsini alçalt. Allahu Akbar. Çünki ən çirkin səs uzun qulağın səsidir. Anqıra-anqıra, qışqıra-qışqıra danışma. Alçaq səslə danış. Gözəl danış. Təkəbbürlüklə danışmayın. Qarşındakı insanları alçaltmağa çalışma. Sonra Allah Taala buyurur ki, ən çirkin səs uzun qulağın səsidir. Həqiqətən də uzun qulağın səsi hər adamın insanın xoşuna gəlmir. Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də var ki, heç bir biliyi, doğru yolu göstərəni və nur saçanı bir kitabı olmadan Allah barəsində nə edər? Mübahisə edər. Və Loğman əleyhissalam bu ayətlərdə öz oğluna gözəl bir nəsihətlər edir. Və sonra alimlər İmam Əhməd Əl-Əxsusda Zuhd kitabında Loğman əleyhissalamın bəzi hikmətli sözlərini qeyd etmişdir. Və o hikmətli sözlərdən bəzilərini oxumaq istəyirəm sizlərə, dəyərli müsəlmanlar. Yəni, baxın, görün, necə gözəl kəlmələrdir. Və bir günləri deyilir ki, dəyərli müsəlmanlar, Sufyan Əs-Suri rəhməhullah deyərdi ki, Loğman əleyhissalam öz oğluna deyərdi ki, ey oğlum, heç bir zaman sustuğum üçün peşmançılıq duymadım. Susmaq əgər qızıldırsa, danışmaq gümüşdür. Allaha itaət edərək danışmaq gümüş, Allahı qəzəbləndirmək üçün susmaq isə qızıldır. Sonra buyurur ki, Loğman əleyhissalam, çox danışmağıma görə deyir, peşmançılıqlar çəkmişəm. Lakin sustuğum üçün heç bir zaman peşmançılıq çəkməmişəm. Həqiqətən bu belədir. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin öyrətdiyi bizə sünnəyə müvafiqdir. Allaha və axirət gününə iman gətirirsənsə, ya xeyirli söz danış, ya da susmalısan. Ona görə də alimlər deyiblər ki, əgər sənin danışmağa sözün yoxsa, sus. Danışacaqsansa, xeyir danış. Xeyir danışmayacaqsansa, susmalısan. Sonra Loğman əleyhissalam deyərdi ki, oğluna, Tövratda deyir, bunlar yazılmışdır. Yumuşaqlıq hikmətindir başıdır. Mərhəmət etsən, mərhəmət də olunarsan. Həqiqətən də yumuşaqlıq hər bir şeydə ən önəmlidir. Ona görə də Allah Taala Quran-ı Kərimdə də Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmi də rəhmət Peyğəmbəri adlandırıb. Əgər sən sərt qəlbli olsaydın, daş ürəkli olsaydın, onların heç biri sənin yanında dayanmazlar. Əl-xüsusda dəvətçi olan bir kimsə çalışmalıdır ki, yumuşaq, mərhəmətli olsun. Sonra buyurardı ki, bir gün ondan soruşurlar ki, sənin hikmətin nədir? O dedi ki, mənə kifayət edəndən əlavə bir şey istəmirəm və mənə aid olmayan şeyləri özümə yük etmirəm. Sonra buyurardı ki, hikmətli sözlər arasında bunlara rast gəldim. Başqalarını öyrətmədikcə və bildiyinə əməl etmədikcə o biliyinin sənə heç bir xeyri yoxdur. Bir günləri Loğman əleyhissalam öz tələbələri ilə oturub onlara moizə verərdə, bu zaman bir atlı onların yanından ötdüyü zaman Loğman əleyhissalamı tanıyır və ona deyir ki, məgər sən deyir, filan qövmdə olan kölə deyildin? Loğman əleyhissalam deyir ki, bəli. Sən onların çobanı deyildin? Loğman əleyhissalam deyir ki, bəli. Bəs necə oldu ki, Allah Taala səni belə bir səviyyəyə gətirdi ki, bu günləri sən insanların ətrafında oturub onlara
dərs keçirsən, onları öyrədirsən. Və Loğman əleyhissalam ona deyir ki, əgər bu şeyləri sən də yerinə yetirsən, bu neyməti Allah Taala sənə də verə bilər. Və sonra deyir ki, Allahdan qorx, danışdığın zaman doğru danış, əmanəti öz sahibinə qaytar, sənə aid olmayan məsələlərə burnunu soxma ginən, gözünü qoru, dilini saxla, ehtirasını boğ, namazlarını uzat, verdiyin sözü də yerinə yetir. Elhamdülillah. Bunlar həqiqətən də bu əməllər insanı ucaldan əməllərdəndir. Bir günləri Loğman əleyhissalamın ağası Loğman əleyhissalama qoyun kəsməyi əmr edir. Və Loğman əleyhissalama deyir ki, bir qoyun kəs və onun 2 dənə ən yaxşı yerini gətir mənə. Loğman əleyhissalam qoyunu kəsir, onun dili ilə qəlbini gətirir ağasına. Bir müddət keçəndən sonra ağası yenə də ona qoyun kəsməyi tələb edir. Və ona deyir ki, 2 dənə pis yerini atarsan. Loğman əleyhissalam qoyunu kəsir, dili ilə qəlbini atır. Və ağası bunu görəndən sonra, xəbər tutandan sonra deyir ki, birinci dəfə mən sənə dedim ki, ən yaxşı 2 hissəsini gətirsən, dili ilə qəlbini gətirdim. Ən pis 2 əzasını tulla, yenə də dili ilə qəlbini tulladım. Yəni, bunda hikmət nədir? Niyə belə etdim? Loğman əleyhissalam deyir ki, ey mənim ağam, insanın bədənində əgər dili və qəlbi salamat olarsa, bütün bədəni salamat olar. Əgər dil və qəlb pis olarsa, onda bütün bədən də pis olar. Bu, həqiqətən də bizim Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin öyrətdiyi hədislərdə necə də uyğundur. Həqiqətən də insanın qəlbi salamatdırsa, bütün bədən də salamatdır. Həmçində dil də. Çünki kim dilini Allahın Rasuluna zəmanət veribsə, Allah Taala da ona cənnəti zəmanət verir. Rəvayətlərdə deyilir ki, Loğman əleyhissalam bir günləri ağası bağa gedib meyvə gətirməyi əmr edir. Və eyni ilə digər ağalar da öz kölələrinə bağlarına gedib meyvə gətirməyi onlardan tövsiyə edirlər. Və hər biri bağa gedib meyvəni yığıldıqdan sonra obruslar meyvələri yeyirlər yol boyu. Və yol boyu meyvələri yeyib qutardıqdan sonra atırlar bunu hamısını Loğman əleyhissalamın üstündəki o yeyib. Və ağalarının yanına gəlirlər və ağaları deyir ki, bəs hanı meyvələr? Onlar deyirlər ki, bəs Loğman əleyhissalam yeyib. Və ağası Loğman əleyhissalama deyəndə ki, sən nə cavab verə bilər? O deyir ki, su içizdirin hamımıza. Su içizdirin, qoy qaytarsınlar. Siz biləcəksiniz kim yeyib, kim yeməyib. Və onlara hər birisini su içizdirirlər və onlar qaytardıqda o meyvələr görsənir. Amma Loğman əleyhissalamda sudan başqa bir şey olmur. Bu da Loğman əleyhissalamın hikmətlərindən idi. Sonra Loğman əleyhissalam, dəyərli müsəlmanlar, nəsihətlərindən Loğman əleyhissalam buyurardı ki, ey oğlum deyir, qoy sənin yeməyini daima təqva əhli yesin. Yəni Allahdan qorxan qullar yesin. Öz işlərində də elm əhli ilə daima məşvərət et. Və sonra buyurur ki, alimlərlə oturdur. Onların dizlərinin dibindən heç zaman ayrılma. Çünki Allah yeri, göyün suyu ilə diriltdiyi kimi, alimlərin sözləri ilə insanların qəlbləri nə edir? Dirildir. Hikmət ilə, nur ilə. Sonra deyərdi ki, ey oğlum, borclu olmaqdan çəkin. Çünki borclu olmaq gündüzləri rəzilliyi, gecələri isə fikir çəkməkdir, ürək ağrısıdır. Kimlərlə oturub durduğuna nəzər sal. Hansı məclisdə oturursansa fikir ver. Allahı zikr edənləri görsən onlarla otur. Səndə elm varsa onları öyrədər. Sən əgər elmin yoxdursa onlar sənə öyrədərlər. Ola bilər ki, Allah öz rəhməti ilə onları həmin o elm məclisinə ehtiva etsin, o rəhmət sənə də toxunsun. Allahı yad etməyən bir cəmaata rast gəlsən, onlarla oturma. Çünki əgər səndə elm yoxdursa, o zaman onların cahillikləri sənə də keçəcək. Və
Allah ola bilər ki, öz qisasını həmin o məclisə göndərsin, o qisas sənə də toxunsun. Sonra Loğman əleyhissalam bir günləri oğluna deyir ki, ey oğlum, insanları razı olmasına və məth etməsinə bağlanma. Çünki bu əldə olunması bir şey deyildir. Baxmayaq ki, insan onu əldə etmək üçün bütün səyini edər. Yəni, oğlu deyir ki, bunu necə başa düşək, ey ata? Yəni, necə insanların? Və izah edir ki, insanların razılığını qazanmağa çalışma. Yəni, düşünmə ki, mütləq bunlar hamısı məndən razı qalmalı. Çünki səni sevənlər də ola bilər, insanlar içərisində sevməyənlər də ola bilər, gözü götürən də ola bilər, gözü götürməyən də ola bilər, hər bir şey ola bilər. Əsas odur ki, sevənlər varsa, sənin yanında həqiqi olan sevənlər olsun. Nəinki yalandan dildə deyir ki, sevirəm, amma içində səni söyür. Amma ehtiyac yoxdur onun sevməsinə. Və Loğman əleyhissalam oğlunu da götürür, bir minik götürürlər və çıxırlar yola. Oğlu minir miniyə və bir müddət gedəndən sonra bir dəstənin yanından keçirlər və dəstədə olan insanlar qayıdırlar ki, bu uşağa bax. Atası qoca kişi miniyin yanında peşkom gedir, bu isə oturub miniyin üzərində atasına yeri vermir. Heç belə uşaq olar. Loğman əleyhissalam deyir ki, gördün mü ey oğlum? Deyir, indi gəl yerimizi dəyişək. Mən oturum minikdə, sən isə yanımda get. Bir dəstənin yanına ötəndə orada olan cəmaatdan bir nəfər deyir ki, bu ağsaqqal kişiyə bax. Uşaq qalıb ayaq üstə, özü oturub miniyin üstündə gedirlər. Heç uşağına baxmır. Ayrılandan sonra Loğman əleyhissalam deyir ki, gördün mü ey insan, ey oğlum? Sonra gəlirlər bir toplumun yanından keçəndə Loğman əleyhissalam oğluna deyir ki, gəlində ikimiz də oturaq miniyə. İkisi də otururlar minikdə. O cəmaatın yanından keçəndə bir nəfər qayıdır ki, bunlara bax. Ata bala, oturublar ikisi də miniyin üzərinə, o boyda heyvana əziyyət verirlər. Olmazdı ki, birimiz oturardıq. Onlardan da ayrılandan sonra Loğman əleyhissalam deyir ki, gördün mü ey oğlum? İnsanları razı salmaq mümkün deyil. Gəlində ikimiz də minikdən düşək, ikimiz də yerlə gedək, minik də yanımızda. Və bir dəstənin yanından keçəndən sonra orada olan insanlar deyir ki, bunlara bax. İkisi də piyada gedir. Minik qalıb boş yaşı. Onda miniyi niyə götürmüsünüz? Deyir, gördün mü ey oğlum? Yəni, insanları razı salmaq mümkün deyil. Həqiqətən də insanları razı salmaq ki, hamısı səndən razı olsun, bu mümkün olan bir şey deyil. Bu da Loğman əleyhissalamın Allah Taala'nın bizlərə Qur'an-ı Kərimdən verdiyi, xəbər verdiyi qissəsi idi. Həqiqətən də ağıl sahibləri üçün bu əməllərdə, bu ayətlərdə böyük faydalar və ibrətlər vardır. Allah Subhanahu taala bizi eşidib, faydalanan qullarına etsin. Allah'a əmanət olun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.